Hazırda Anastasiya Bervaşviliyə ittiham irəli sürülür. O və Niyə İmnadze Zahesi və Dikomi müvəqqəti saxlanma təcridxanalarında saxlanılır. Sabah məhkəmə onlar barəsində həbs qəti imkan tədbirini müzakirə edəcək. İş sağlamlığa qəsdən ağır xəsarət yetirilməsinə təhrik və xüsusilə ağır cinayət barədə məlumat verməmək maddələri ilə bağlıdır. Hər iki şəxs Tbilisi Polis Departamentinin əməkdaşları tərəfindən prokurorluğun vəsatəti və məhkəmə qərarı əsasında öz evlərində saxlanılıb. Niyə İmnadzenin saxlanılma görüntülərini vəkili sosial şəbəkədə yayıb. Bugün onun vəkili əlavə şərh verməyib. Anastasiya Bervaşvilinin vəkili isə bildirib ki, o cinayət məcəlləsinin 376-cı maddəsi ilə saxlanılıb, lakin bu ittiham üzrə özünü təqsirsiz hesab edir. Giga Avalyaninin anası istintaqa təşəkkür edib. Niyə İmnadze və Anastasiya Bervaşvilinin saxlanılmasından sonra o mediaya açıqlama verib. Onun sözlərinə görə saxlanılmanın əsasını bu mərhələdə Meta şirkətindən əldə edilən təqsirləndirilən şəxslər arasındakı yazışmalarla bağlı məlumat təşkil edib. Sabotaj işi ilə bağlı aparılan istintaq yenidən siyasi müzakirələrə səbəb olub. Qaxaryanın partiyasında bildirirlər ki, vətəndaşların hüquq mühafizə orqanlarına etimadı zəifdir, lakin sübut olunarsa ki, belə məlumatlar həqiqətən yayılıb və ölkəyə zərər vurub, onlar da bu mövqeyini dəstəkləyəcəklər. Hakim komandada isə hesab edirlər ki, məqsəd Gürcüstana turist axınının qarşısını almaq və iqtisadiyyata zərər vurmaqdır. Dövlət Təhlükəsizlik Xidmətinin məlumatına görə xaricdə idarə olunan saxta bot hesabları vasitəsilə Gürcüstanın maraqlarına qarşı dezinformasiya yayılıb. Ratiyo Natamişvilinin bəyanatı siyasi reaksiyalara səbəb olub. O bildirib ki, son dövrdə Gürcüstana qarşı xaricdən maliyyələşdirilən hibrid müharibə daha da güclənir və bunu yerli müxalifət həyata keçirir. Onun sözlərinə görə, xarici qüvvələrin əsas məqsədi ölkədə qarışıqlıq yaratmaq, iqtisadiyyatı dağıtmaq, əhalini yoxsullaşdırmaq və Gürcüstanı müharibəyə cəlb etməkdir. Avqust müharibəsi ilə bağlı baş nazirin açıqlaması yenidən siyasi qiymətləndirmələrə səbəb olub. Vahid Milli Hərəkat ittihamları rədd edərək Rusiyanın maraqlarına xidmət etməkdə İrakli Obaxicəni günahlandırır. Hakim komanda isə bildirir ki, radikal müxalifət xarici qüvvələrin sifarişi ilə hərəkət edir və məhz Gürcü Arsu hakimiyyəti dövründə Haqa və Strasburqda hüquqi mübahisələrdə qələbə qazanılıb. Rusiya isə işğalçı kimi tanınıb. Baş nazir açıq məktubunda sual edib ki, niyə 2008-ci il müharibəsindən sonra anti-Rusiya ritorikası yox idi, lakin Rusiyanın Ukraynaya hücumundan sonra geniş yayıldı. O eyni iradları qeyri-hökumət təşkilatlarına da ünvanlayıb. Veteranların işləri üzrə Dövlət Xidməti Giya Baramidzenin Abxaziya müharibəsi ilə bağlı bəyanatına görə prokurorluğa müraciət edəcək. Baramidze demişdi ki, müharibə zamanı Gürcü hərbçiləri əsirləri güllələyirdi. Xidmət rəhbəri Qobaq Obaladze bu sözlərin veteranları təhqir etdiyini və ölkənin maraqlarına zərər vurduğunu bildirir. Onun sözlərinə görə bu iddialar indiyədək qarşı tərəf tərəfindən də səsləndirilməyib. Veteranlar həqiqətin araşdırılması üçün prokurorluqdan rəsmi istintaq aparılmasını tələb edəcəklər. Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin Antikorrupsiya Agentliyi kommersiya rüşvəti və saxta sənəd hazırlamaq ittihamı ilə 3 nəfəri saxlayıb. İstintaqa görə onlar Marneullidə yerləşən TEX 2017 Texniki Baxış Mərkəzinin əməkdaşının köməyi ilə texniki cəhətdən nasaz avtomobillərə qanunsuz şəkildə müsbət texniki baxış sənədi veriblər. Təqsirləndirilən şəxsləri 6 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir. Şəhər məhkəməsində Nika Meliya barəsində hökm elan olunub. O, hakimi təhqir etməkdə təqsirli bilinərək 1 il 6 ay azadlıqdan məhrum edilib. Lakin bu cəza əvvəlki hökm tərəfindən əhatə olunduğuna görə ayrıca icra edilməyəcək. Meliya məhkəmə iclasında iştirak etməyib. Xatırladaq ki, o, bundan əvvəl də istintaq komissiyasına gəlmədiyinə görə 8 ay, hakimə su atdığına görə isə 1 il 5 ay həbs cəzası almışdı.
Gürcüstan hökuməti 2026-2030-cu illər üzrə yol təhlükəsizliyi milli strategiyasını və 2026-2027-ci illər üçün fəaliyyət planını təsdiqləyib. Məqsəd 2030-cu ilədək yol qəzalarında ölən və xəsarət alanların sayını ən azı 25% azaltmaqdır. Strategiyaya aid elektron məlumat bazasının yaradılmasını, ağıllı nəqliyyat sistemlərinin tətbiqini, sürətə nəzarətin gücləndirilməsini, sərxoş vəziyyətdə avtomobil idarə etməsinin qarşısının alınmasını, təhlükəsizlik kəməri və uşaq oturacaqlarının istifadəsinin təşviqini, məktəb zonalarının təhlükəsizliyinin artırılmasını, yol infrastrukturunu və texniki baxış sisteminin daha da təkmilləşdirilməsini nəzərdə tutur. Ukraynanın Ali Antikorrupsiya Məhkəməsi ABŞ-da Ukraynanın keçmiş səfiri Olga Stefanishinaya 6 milyon qrivna məbləğində girov qəti imkan tədbiri seçib. O, qanunsuz varlanmaqda və əmlak bəyannaməsini düzgün doldurmamaqda ittiham olunur. İstintaqa görə Stefanishina 2 mənzili, onların təmir xərclərini, kirayə ödənişlərini, Mercedes-Benz avtomobilindən istifadəsini, aviabiletləri və anasının müalicə xərclərini bəyannamədə göstərməyib. Avqustun 3-də Prezident Volodimir Zelenski onu ABŞ-dakı səfiri vəzifəsindən azad edib. Stefanishina isə istefa qərarını özü verdiyini bildirib. Ukrayna prezidenti Volodimir Zelenski Kiyevdə Böyük Britaniyanın müdafiə naziri ilə görüşüb. O bildirib ki, Rusiya hücumları dayandırmaq niyyətində deyil, əksinə ballistik raketlərlə hücumları artırmağa hazırlaşır. Zelenskinin sözlərinə görə Ukraynanın müdafiə strategiyası yalnız hücumların qarşısını almaqla məhdudlaşmır. Ukraynanın Böyük Britaniyadakı səfirinin komandası bildirib ki, ona Böyük Britaniyanın müdafiə naziri ilə görüşdə iştirak etməyə icazə verilməyib. Prezident administrasiyası isə bunun əksini deyərək bildirib ki, belə görüşlərdə iştirak etmək səfirin şəxsi təşəbbüsündən asılıdır.